Salam əziz dostlar, növbəti videoda xoş gördük. Bugün sizə Azərbaycanda ən aktual olan mövzulardan birindən danışacağım. Bilindiyi üzərinə Statistika Komitəsi açıqladı ki, 25-ci ildə boşanma, yəni ili tamamlamadan boşanmaların faizi ailə quranların 58%-nə təxminən bərabərdir. Bu nə deməkdir? Bu hər 10 quran ailənin 6-sının ili tamamladan boşanması. Yaxşı, sual çıxır orada. Bu qədər boşanmaya həvəs, bu qədər boşanmaya meyillilik hardan çıxır? Niyə insanlarımız, gənclərimiz çox dambadurumla, böyük dəmdəskarla evlənirlər? O çox rahatlıqla o dəqiqə boşanırlar. Niyə? Ortalama oturub hesablayanda, iqtisadi baxımdan da hesablayanda bu anormal bir alış-verişdir. Yəni sən o boyda xərc çəkirsiniz, böyük pullar tökürsünüz. Ən az toy Azərbaycanda minimum 40-50 min manat civarında bir xərc var. Amma bu 6 ay belə davam eləmir. Niyə? Bunun bir niyə sualının altında iki ana səbəb. Bir, Azərbaycanda psixoloji immunitet artıq o qədər də güclü deyil. İnsanlar artıq nəyəsə dözsünlər, nəyəsə səbr etsinlər, onu dəyişməyə çalışsınlar, anlamağa çalışsınlar, bu yox. Həmən qaçış planı işə devrəyə girir və konkret olaraq qaçmağa meyilli olurlar və nəticə etibarilə də boşanma ən gözəl, optimal variant hesab olunur. Müxtəlif bəhanələri say bitməz. İkincisi isə, burada ikinci ana səbəb, evliliklərə girən insanların belə deyək ki, informasiya zəhərlənməsindən əziyyət çəkmək o qədər yüksək səviyyədədir. İnsanlar informasiya zəhərlənməsindən əziyyət çəkdikləri üçün boşanmaya çox meyillidir. Niyə? Çünki boşanmış qadın, boşanmış kişi azadlığını geri qazanmış kimi o informasiya formalarında, sosial şəbəkələrdə onlara lanse edilir, onlara bildirilir, onlar onu görürlər. Evliliyi azadlıqdan məhrum edilmə kimi, azadlığın əlindən alınması kimi görülür. Ona görə də evliliyə bitirmək, boşanma azadlığın geri qazanması kimi onlarda daha çox özünü göstərməyə çalışır. Amma bir problem yaradır. Boşanma özü ilə bərabər çox ağır psixoloji travma gətirir. Və özü ilə ağır travma gətirdiyi üçün də sonrasında ciddi emosional çöküşlər, depressiv vəziyyətlər başlayır. Bugün boşanmaq üçün səbəblər eyni qədər səbəb tapırlar. Amma sabahları həmin səbəbləri özləri yaşayır. Məsələn, bugün Azərbaycan xanımların boşanma istəklərinin altında əsas meyarlardan biri xəyanət. Ərim mənə xəyanət elədi, həmən boşanır. Amma sonra nə baş verir? Özü başqa bir adamın xəyanətinin əsas səbəbi olur. Boşanır, boşandıqdan sonra artıq azadlığını qazanmalı olduğunu düşünür. Həyatında başqa birisi ilə, həyatını birisini almağı özünə haqq olaraq görür. Həyatını aldığı adamsa əksər olaraq evli olur. Bu özü isə sabah onunla bağlı danışanda ki, sən niyə bir evli bir insanın xəyanət səbəbi olmamışdır? O öz ailəsini sevmir, məni sevir əslində onu ailəsiz evləndir, müxtəlif bəhanələr. Halbuki özü o bəhanələrin heç birini dinləməmişdir. Özü o bəhanələrin özünə qarşı deyildiyini də anlamırdı və boşanma əsas onun çıxış yolu seçir. Buna görə də əziz gənclər, mənim sizə ən böyük məsləhətim evlənməmişdən qabaq o evliliyə hazır olun. O evliliyi üçün özünüzü psixoloji olaraq yetişdirin, hazırlayın. Bunun üçün nə etmək lazımdır? Məncə ən gözəl variant ciddi terapiya salın. Evlənəcəyiniz qadınla, evlənəcəyiniz kişi ilə fərq eləmir. Birləşin, birlikdə bir ailə psixoloquna gedin. Evlilik öncəsi ciddi terapiya salın. 6-8 seans. Gözləntilərinizi ayırd edin. Evliliyə hazır olmadığınızı aşkarlayın və onda alacağınız nəticə, o evlilik terapiyası, ciddi terapiyasından aldığınız nəticə sizin evliliyinizin nə qədər möhkəm olmadığını göstərəcək sizə və siz o evliliyə gedərkən sizin nə gözlədiyini bərbaşdan görəcəksiniz. Problem əgər
sizin evliliğinizin zayıf temeller üzerinde kurulduğunu gösterirse, o temelleri möhkemləndirmək üçün öncədən tədbirlər görmüş olasınız ki, bu da sizin evliliğinizi daha uzun müddətli ve daha kalıcı olması için çok önemlidir. Daha bir videonun sonuna geldik dostlar. Videomu beğenseniz paylaşmağı ve abone olmayı unutmayın. Yeni videolarda görüşürüz.